Sürücünün iş yerindən danışaq. Burada olduqca çox funksionallıq var deyənə bir-bir hamısını sizə saymaq istəyirəm. Sükan qara lak boya ilə boyanıb, içi isə orijinal nappa dəridir. Fiziki şiddətə məruz qaldığından artıq yeyilmələr var və dəri bərpaya ehtiyac duyulur. Sükan qeyd edim ki, isitməli sükandır. Düymə vasitəsilə idarə olunur. Olduqca gizlin bir yerdə dayanıb bu düymə. Baxın, burada yerləşdirilib. Düyməyə basmaqla aktivləşir və sönür. Digər tərəfdə isə əlavə bir düymə var. O da maraqlı bir özəllikdir ki, əgər siz axşam vaxtı yol gedirsinizsə, sükanın üzərində olan işıqlar sizə mane olursa, onu düymə vasitəsilə söndürə bilirsiniz. Diqqətli bir avtomobildir fayton. Sükan multifunksional idarə etməlidir. Üzərində sağ tərəfdə yuxarı hissədə multimedianı idarə etməsidir, telefonun idarə etməsidir. Alt hissədə avtomobilin bord kompüterundan sizə məlumatlar ötürülür, onun idarə etməsidir. Sol tərəfdə isə adaptiv cruise kontrolun idarə etmə düymələri yerləşdirilib. Avtomobili iki yolla da işə salmaq mümkündür. Həm start-stop düyməsi yerləşdirilib burada mərkəzi konsolda, həm də adi açarla da mexaniki yolla da işə sala bilirsən.